arkadaşlar. Hans yeni videoma hoş geldiniz. Bugün sizlerle beraber Hans'la bir dondurmanın tadına bakacağız. Onu da ilerleyen zamanlarda göstereceğim. Hadi o zaman videomuz. Dondurmamızız. Kaloriye ikimizden soğuduğumuzdan. Ve Twister dondurması. Twister dondurması çok yeni değil. Ve bu Twister dondurmamız belə böyükgənlimi desəm, nəlimi desəm, ondandır desəm əzilib, belədir. Yəni Twister dondurması çox yiyən biri deyiləm, inanın bunu sizə gördük demək istəyirəm. Amma belə deyim, bir dənəsini deməsi deyilmək ki, yaşıl sarı rəngi olan idi deyəsən, onu yemişəm. Bir də bənövşəyi olan rəngi var idi. Onu yemişəm, nəysə videomu başladıram. Dink. İndi açdım. Görürsünüz, siz baxın. Buzlu dondurmadır da, yəni onu bilirəm ama. Baxın. Görüntüsü oradakı kimidir. Buzda olduğu üstündəki buzundan bence anlaşılır. Biraz buzu geçsin. Bu nədir? Taxlı. Buna baxın. Oh, elim ağrıdı ki, heç nə də olmadı. Üstündə də buz var, neyse. Bu istabada qəşə qədər. Son havalardan Bakıda da, Sumqayıtda da yağış yağır, amma indi günəşdir. Dadına baxın. İçərisi deyəsən çiyələklidir. Dadını unutmuşam. Keçən il yayda yemişəm mən Twister. Böyükgənlidir bir də. Tor oldu. Dostlar, dadını həqiqətən bəyəndim. Amma yiyərəm oturub. Amma getdim dondurma reyonuna. Götürüb də bunu almaram. Amma evdə bir dənə bu dondurma var. Təbii ki də yiyərəm. Yəni o dərəcədə nifrət eləmirəm. 10 üzərindən 7.5 verirəm. Buraları da yazacağım bir yerə. Videomuzun sonuna gəldik. Videomuzu beğendiyseniz videomuza like atıp abone olmayı unutmayın. Ben gedirəm bu Twister'ın tadına. Hadi bakalım. Öpürəm sizi. Bye. Bye.